Salam, bugün sizə 5-ci sinif təbiətdən kesik etdiyiniz izahını verəcəm. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Birinci sualla başlayaq. Bütün orqanizmlər üçün əsas enerji mənbəyi nədir? Bütün orqanizmlər üçün əsas enerji mənbəyi günəşdir. Fotosintez nəticəsində bitkidə nə əmələ gəlir? Fotosintez nəticəsində bitkidə üzvü maddə və oksigen əmələ gəlir. Yəni şəkər və oksigen. 2-də olacaq B variantı. 3. Şəkər bitkinin müxtəlif hissələrində saxlanılan nəyə çevrilir? Saxlanılan nişastaya çevrilir. Yəni C variantı. Bitkilərə yaşıl rəng verən pigment hansıdır? Bitkiyə yaşıl rəng verən pigment xlorofil pigmentidir. Qida zəncirinin ilk halqasını həmişə nələr təşkil edir? Qida zəncirinin birinci halqasını həmişə təşkil edən produsent orqanizmlərdir. Produsentlər özləri üçün lazım olan qida maddələrini özü hazırlaya bilir. Yəni qeyri-üzvü maddədən üzvü maddəni hazırlayan avtotrof canlılardır. 6. Qida zəncirinin hansı halqası öz qidasını hazırlaya bilir? Biz qeyd etdik ki, öz qidasını özü üçün hazırlayan produsentlərdir. Yəni birinci halqa. Produsentlər də birinci halqada yerləşdiyinə görə 6-da cavab olacaq birinci halqa. 6-da daha doğrusu qapalı sualdır. C variantı buradadır. Produsent. 7-yə baxaq. Uyğunluğu müəyyən edin. Bitki ilə qidalanan heyvanlar, ət yeyən heyvanlar, həm bitki, həm də ət yeyən heyvanlar. Əgər deməli bitki ilə qidalanan heyvanlar deyirsə bizə, bitki ilə qidalanan heyvanlara aiddir. Herbivor, bitki ilə qidalanırsa herbivor. Heyvan mənşəli qida ilə qidalanırsa, yəni ət yeyən heyvandırsa, bu olacaq karnivor. Əgər həm bitki, həm də ət yeyirsə, bu zaman olacaq omnivor. Deməli, bitki ilə qidalanan heyvandırsa herbivor. Ət yeyən heyvandırsa karnivor. Həm bitki, həm ət yeyirsə, bu isə olacaq omnivor. 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Bitki qalıqları ilə qidalanan, heyvan cəsədləri ilə qidalanan. Bitki qalıqları ilə qidalanana aiddir 8-ci sualda. Soxulcan. Heyvan cəsədləri ilə qidalanan isə aiddir. Kəftar. 9-a baxaq. Bitkilər qida hazırlayarkən hansı maddədən istifadə edir? Bitki qida hazırlayarkən karbon qazı və sudan istifadə edir. Yəni 9-da olacaq B variantı. Daha sonra 10-cu suala baxaq. 10-cu sualda təbiətdə çürüdücülər olmasaydı nə baş verərdi? Əgər təbiətdə çürüdücülər olmasaydı, ölü bitki və heyvan qalıqları çürüməzdi və təbiətdə yığılaraq çirklənməyə səbəb olardı. Qida maddələrinin dövranı pozulardı, torpaqda qida maddələri azalardı. Bitkilər üçün lazım olan mineral maddələr yaranmazdı. Bu da onların inkişafını çətinləşdirərdi. Yəni, qısaca belə də yaza bilərsiniz ki, maddələrin təbii dövranı dayanardı və ekosistem pozulardı. Bugünkü izahımız bura qədər. Sağ olun.